Mayasına verirlər bu televizoru. 189 manat. Bakıdan nadir hadisə. Mən elektronika mallarının demək olar ki, maya qiymətinə verildiyini görməmişdim. Cehizli axtaranlar, ucuz soyuducu var. Deməli, Abşeron Ticarət Mərkəzinin seçilmiş mağazalarında xüsusi məhsullara həm böyük endirim eləyiblər, həm də bəzi məhsullar üstündə hədiyyə verilir. Məsələn, Saharada televizor, soyuducu, kondisioner və digər məişət cihazlarına qəşəng endirimlər var. 495-ə satılırdı, 391-ə düşüb. Ondan ucuzu artıq ventilyatordur. Yəni ged özünü sərinkeşə ver, sərinlə. Hoffmanın 2 qapılı soyuducuları var burada. 1000 manatdan baha satılıb. İndi bu 850-yə düşüb, bu da 750-yə düşüb. Hələ siz 4K televizorun qiymətinə baxın. Nə bilim, YouTube-u, Netflix-i, hara deyirsən çıxışı var da. Bu televizor demək olar mayasına satılır. 340 manat. Tokla mağazasında isə bir qiymətə 2 məhsul götürürsüz. LG-nin 950 manata paltaryan maşını var. Bunu alsaz, üstündə Samsung-un tosteranı hədiyyə. Hoffmanın 6 kiloluq paltaryan maşını 359 manat. Havaydı da yəni. 359 manata şəhərdə paltaryan maşını kim satır? Bu televizorun ölkəyə giriş qiyməti 189 manatdır. Mayasına verirlər bu televizoru. 189 manat. Bu kampaniya Abşeron Ticarət Mərkəzinin 6 mağazasında Sahara, Byte Home, Gifest, Tokla, Unistore və Eurolux mağazalarında keçərlidir. Kampaniya 5 gün davam edəcək. Mayın 10-u sonuncu gündür. Məlumat üçün deyim ki, Abşeron Ticarət Mərkəzi Lökbatanda yerləşir. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.